Koç bürcü, bugün en vacip ve mürekkep meseleleri tek başına halletmeli olacaksınız. Hiç kimin kömeğine arkalanabilmezsen. Lakin bu, istediğiniz neticeni elde etmeyinize mane olmayacak. Gözlediğinizden biraz daha uzun çekebilir. İşte hırva fikir ayrılıkları ve rehberlikle mübahiseler mümkündür. Konstruktif münasebet saklasanız ve emosyalarınıza teslim olmasanız, yüzeşte gitmek şansınız daha yüksek olacak. Evveller müttefik hesap etmediğiniz insanlardan gözlenilmeden destek alabilirsiniz. Onlara daha yakından nezer salın. Belki de işleri daha tez yerine getirmek için bir araya gelmeyin manası var. Evveller ciddi şekilde işgüzar olan münasebetler daha az resmileşebilir. İşte romantik elagalar de mümkündür. Lakin ulduzla işlere yavaş yavaş yanaşmayı ve haddinden artık ihtiyatla teşebbüs göstermeyi meslahat görürler. Meişet ve aile meselelerinde gün elverişli olacak. Kohumları ziyaret etmek veya onlarla bir yere gitmek kararına gelen koçları sevindirecek. Buğa bürcü, eğer vaxtınızı ayırsanız, vəziyyəti sakitçe araştırsanız ve her şeyi dikkatle nəzərdən keçirseniz, karyera yükselişi ve gelirin artırılması için yeni imkanlar açacak əla plan hazırlaya bilərsiniz. Bununla belə, buğa çətin ki bugün tek kalsın, çoxlarının dəstəyinə və məsləhətinə ehtiyacı olacaq. Odur ki, çoxsaylı suallara cavab verməyə, başqalarının işləri ilə məşğul olmağa və başqalarının səhvlərini düzəltməyə hazır olun. Bunların heç biri xüsusilə maraqlı olmayacaq. Ancaq dəyərli təcrübə qazanmaq və ya tezliklə ən etibarlı müttəfiqlərinizdən birinə çevriləcək biri ilə tanış olmaq şansı verəcək. Maliyyə məsələləri üçün də münasib gündür. Qazanclı investisiya və ya ağıllı alış-veriş etmək imkanınız ola bilər. Buğa öz intuisiyasına güvənəcək və bu çox müdrik olacaq, sizi ruhdan salmayacaq. Dostlarla və ya həmfikir insanlarla ünsiyyət sizə çoxlu müsbət emosiyalar gətirəcək. Əgər qəflətən ziyafətə və ya başqa maraqlı tədbirə dəvət olunarsanız, imtina etməyin. Əkizlər bürcü, çox fərqli insanlardan çox şey tələb etməsəniz, onlarla ümumi dil tapa biləcəksiniz. Başqalarının zəif tərəflərinə rəğbət göstərin. Onlar da qarşılıq verəcəklər. Bu şübhəsiz ki, işgüzar münasibətlərinizə fayda verəcək. Əvvəllər ünsiyyət qurmaq qeyri-adi dərəcədə çətin görünən həmkarlarınızla yola getməyə imkan verəcək. Rəhbərliyiniz hər tapşırığa skeptisizm ilə yanaşmadığınızı başa düşsələr, bir qədər dəstək olacaqlar. Şəxsi münasibətlərdə yaxşılaşma ehtimalı var. Bir çox əkizlər günortadan sonra xoş vaxt keçirmək, maraqlı yerləri ziyarət etmək və köhnə dostlarla görüşmək fürsəti əldə edəcəklər. Bütün bunlar faydalı olacaq. Onların əhval-ruhiyyəsini nəzərə çarpacaq dərəcədə yaxşılaşdıracaq və ruhlandıracaq. Romantik görüşlər mümkündür. Burada intuisiyanız sizə deyilsə, təşəbbüsü ələ keçirə bilərsiniz. Ümumiyyətlə, ürəyinizə uyğun hərəkət etməyiniz məsləhətdir. Xüsusilə diqqətli olmağınız lazım olan yeganə sahə maliyyədir. Bir çox əkizlər bugün bir qədər qeyri-ciddi olmağa meyilli olacaqlar. Yaxşı olar ki, lazımsız xərclərdən, eləcə də kortəbii alışlardan qaçın. Hərçəng bürcü, yeni bir şey götürməkdən qorxmayın. Adi üsullarınızdan imtina edin və hansısa orijinal yolla uğur qazanmağa çalışın. Təxəyyülünüz bugün xüsusilə zəngin olacaq. Sizə rəqibləriniz üzərində qəti qələbə qazanmağa və nəyə qadir olduğunuzu hər kəsə göstərməyə imkan verəcək. Son zamanlar sizi narahat edən problemlər keçmişdə qalacaq. Yeni tanışlıqlar və ya uzun müddətdir görmədiyiniz insanlar onlara qalib gəlməyinizə kömək edəcək. Bəzi xərçənglər nüfuzlu müttəfiqlər tapacaq və ya gözlənilmədən cazibədar əməkdaşlıq təklifləri alacaqlar. Ümumiyyətlə gün, peşəkar mövqelərinizi möhkəmləndirmək üçün əladır. Həmkarlarla kiçik fikir ayrılıqları mümkündür. Bugün təhqiramiz zarafatlar edən və ya qeyri-müəyyən ifadələr işlədənlərdən ehtiyatlı olun. Bu insanların sonradan sizə ciddi zərər vurmağa cəhd etməsi riski var. Ona görə də çox gec olmadan öz maraqlarınızı qorumaq daha yaxşıdır. Romantik münasibətlərdə müsbət meyillər üstünlük təşkil edəcək. Bugün həm ilk görüş, həm də çoxdan sevilən bir insanla görüş üçün idealdır. Şir bürcü, asan uğur gözləmək səhv olardı. Özünüzü zehni olaraq hazırlamaq daha yaxşıdır ki, hər şey plana uyğun getməyəcək və heç gözləmədiyiniz yerdə çətinliklər yaranacaq. Əgər nikbinliyi qoruyub saxlaya bilseniz, günortadan sonra irəliləyişlər nəzərə çarpacaq və o zaman etibar edə biləcəyiniz müttəfiqlər qazanmış olacaqsınız.
pul ve senedleşme ile bağlı istenilen meseleleri halletmek için sedil talep olunacak. Başkalarının işini idare eden şirler de çetinliklerle yüzleşecekler. Mügavilelerin pozulacağı veya yakın vaktlere kadar çok itibarlı görünen işgüzar münasebetlerin pisleşmesi mümkündür. Bunların hiçbiri geçilmez bir maniye olmayacak, lakin hedeflerinize çatmak gözlediğinizden daha çok sayı talep edecek. Maddi durumunuza da fikir vermelisiniz. Spontan alışlar veya tenesik əməliyyatlar için yaxşı gün değil. Hər hansı bir vacip qərar vermezden evvel her şeyi düşünmek ve ölçmek için vakt ayırın ve daha yaxşısı etibar ettiğiniz insanlarla məsləhətləşin. Üzbücü, günün xırda anlaşılmazlıklar olmadan keçməsi ehtimalı azdır. Lakin sizi yoldan çıxara biləcək heç bir çətinlik gətirməyəcək. Sizdən tələb olunan əsas şey köhnə planları və çoxdan qoyulmuş məqsədləri xatırlamaq, qısa müddətli istəklər naminə həqiqətən vacib şeyləri riskə atmamaqdır. Bugün bir çox qız bürcü həmişəkindən daha az ciddi və səthi mühakimələrə daha çox meyilli olacaq. Bu bürcün nümayəndələri onlara ən yaxşı hərəkət yolu barədə məsləhət verməyə hazır olmayan insanlar tərəfindən əhatə olunmasalar, bu ciddi səhvlərə səbəb ola bilər. Ola bilər ki, yeni planlar və ideyalar yaransın. Onların həyata keçirilməsi həyatınızda əsaslı dəyişikliklər üçün imkanlar açacaq. İşləyə tələsməyəcəksiniz və bu çox müdrik bir hərəkət olardı. Biraz sonra hər şeyi diqqətlə nəzərdən keçirdikdən sonra hərəkətə keçəcək və müsbət dəyişiklikləri görəcəksiniz. Gözlənilməz təkliflər və xoş xəbərlər günorta bir çox qız bürcü vəq edir. Yaradıcılıq axtarışları, eləcə də təhsil və intellektual iş üçün əlverişli zamandır. Tərəzi bürcü, özünüzü çox işləməkdən çəkinmək vacibdir. Ümumiyyətlə, bugün mürəkkəb iş və ya yorucu fəaliyyətlərdən daha çox istirahət və əyləncə üçün münasibdir. Bir gün istirahət edə bilsəniz, bunu edin. Əgər şərait buna imkan vermirsə, bəzi öhdəliklərinizi üzərinə götürə biləcək insanları axtarın və sabaha qədər hansı vəzifələrin gözləyə biləcəyini düşünün. Sizi yaxşı tanıyanların məsləhətlərinə diqqətlə qulaq asmaq xüsusilə vacibdir. Təəssüf ki, bugün bir çox tərəzilər hətta faydalı məsləhətlərə məhəl qoymamağa meyilli olacaqlar. Ancaq onlara diqqət yetirsəniz, həyatınızı çox asanlaşdıra bilərsiniz. Əhəmiyyətli olanlar da daxil olmaqla planlaşdırılmamış xərclər ehtimal olunur. Çox güman ki, onlar tamamilə əsaslandırılacaqlar. Buna görə də lazım olmayan yerlərdə qənaət etməyə çalışmamaq daha yaxşıdır. Nəzərə alın ki, günün birinci yarısı ikincidən daha sakit keçəcək və mühüm söhbətlər və görüşlər üçün daha münasib olacaq. Axşam saatlarında bir çox tərəzi tək qalmaq istəyəcək. Ona görə də yaxşı olar ki, bu zaman izdihamlı tədbirlərə qatılmayın. Əqrəb bürcü, əvvəllər çox çətin, demək olar ki, ümidsiz görünən şeyləri cəsarətlə həll edin. Bir çox əqrəblər öz bacarıqları, ixtiraları və başqalarının çaşqınlıq tapdığı yerlərdə yaradıcı həllər tapmaq bacarığı sayəsində bugün bu cür vəzifələrin öhdəsindən gələ biləcəklər. İnsanlarla tez əlaqə qurma qabiliyyətiniz də faydalı olacaq. Kimə etibar oluna biləcəyinizi və kimin etibarlı müttəfiq ola bilməyəcəyini demək olar ki, dərhal tanıyacaqsınız. İş və ya bizneslə bağlı yeni fikirlər yarana bilər. Dərhal hər kəsə müraciət etmək üçün çox orijinal ola bilər, lakin o qədər də pis olmayacaqlar. Ancaq unutmayın, planlarınızı həyata keçirməyə başlamazdan əvvəl hər şeyi hər tərəfli düşünməli və müxtəlif ssenariləri nəzərdən keçirməlisiniz. Bugün siz özünüzü, demək olar ki, hər şeyə qadir hesab etməyə meyilli ola bilərsiniz. Bu açıq desək, bir qədər şişirtmədir. Öz imkanlarınızı daha obyektiv qiymətləndirməyə çalışın. Bu sizə ciddi məyusluqların qarşısını almağa kömək edəcək. Bugün şəxsi münasibətlərdə xoşagəlməz sürprizlərdən və ya yaxınlarınızla ünsiyyətdə çətinliklərdən narahat olmaq lazım deyil. Müsbət tendensiyalar üstünlük təşkil edəcək. Oğatan bürcü, davamlı olun. Onsuz bu gün uğur qazana bilməyəcəksiniz. Vəziyyətlər əlverişli olmaya bilər, xüsusən də günün erkən saatlarında. Bir çox ox atanlar bu zaman çox müxtəlif insanlarla qarşılaşmalı olacaqlar və hamı ilə ortaq dil tapmaq asan olmayacaq. Bundan əlavə, keçmiş səhvləri düzəltməli və başqalarının səhv addımlarının nəticələrini həll etməli ola bilərsiniz. Bu çətin ki, əhvalınızı qaldırsın. Maliyyə baxımından əlverişli gündür. Pul vəsaitlərinin daxil olması və maraqlı təkliflər mümkündür. Siz ev üçün məbəl, ev dekorasiyası
və digər faydalı əşyalar ala bilərsiniz. Lakin bunu yavaş-yavaş və borc almadan etmək yaxşıdır. Müsbət tendensiyaların ən çox nəzərə çarpan təsiri şəxsi münasibətlərdə olacaq. Buna görə də xüsusi romantik bir tarix, sevilən bir insanla səyahət və ya evdə sadəcə xoş bir axşam planlaşdırmağa dəyər. Ailə tədbirləri, dostlar və qohumlarla görüşlər də yaxşı keçəcək. Oğlaq bürcü. Əvvəllər çox cəsarətli və həddən artıq orijinal görünən, uzun müddət davam edən ideyanı həyata keçirmək üçün bu əlverişli məqamdan istifadə etməyə dəyər. Əgər siz əvvəllər dəstək almadığınız üçün planlarınızdan imtina etmisinizsə, bugün öz başınızla bunun öhdəsindən gəlmək şansınız olacaq. Bundan yararlanın. Qeyri-adi görüşlər və xoş tanışlıqlar mümkündür. Peşəkar tədbirlərə qatılan oğlaqlar gözəl vaxt keçirəcək və haqqında çox eşitdikləri insanlarla ünsiyyət qura biləcəklər. Bu cür söhbətlər hətta əməkdaşlıq təkliflərinə səbəb ola bilər. Onları qəbul etmək yalnız vəziyyəti sakitcə nəzərdən keçirdikdən sonra edilməlidir. Hətta ilk təəssüratınız çox əlverişli olsa belə. Kiçik pul vəsaitlərinin daxil olması çox vaxtında olacaq. Planlaşdırılmamış alış-veriş etmək və ya sevdiyiniz insanı gözlənilməz hədiyyə ilə sevindirmək fürsəti yaranacaq. Bu, həm də ailəvi qaçış və ya qohumlarla səfər planlaşdırmaq üçün münasib gündür. Dolça bürcü. Bu, ən asan gün deyil. Rutin tapşırıqlar həmişəkindən daha darıxdırıcı və yorucu görünə bilər və bütün dolçaların yeni bir şeyə keçmək imkanı olmayacaq. Bundan əlavə, başqaları ilə ünsiyyət həmişə asan olmayacaq. Gərgin anlar, kəskin fikir ayrılıqları və anlaşılmazlıqlar ola bilər. Bunu şəxsən qəbul etməməyə çalışın, lakin yaranan problemləri laqeyd yanaşmayın. Onların varlığını nə qədər tez qəbul etsəniz və vəziyyəti həll etməyə başlasanız, qarşılıqlı anlaşma bir o qədər tez bərpa olunacaq. Nəzərə almaq lazımdır ki, müsbət meyllərin təsiri səhər saatlarında zəif olacaq, lakin zaman keçdikcə güclənəcək. Ona görə də ən vacib və çətin işlərin hamısını günortaya planlaşdırmaq daha yaxşıdır. Bu, ev işləri, görüşlər, səfərlər və alış-verişə aiddir. Onu sevdikləri ilə keçirməyi seçəcək, dolçaları çox xoş bir axşam gözləyir. Xüsusi bir şey planlaşdırmağa ehtiyac yoxdur. Rahatlatıcı bir qaçış, enerji doldurmaq və daha yaxşı hiss etmək üçün kifayət edəcəkdir. Sağlamlığınıza diqqət yetirin. Xroniki xəstəliklər pisləşə bilər. Həddindən artıq gərginlikdən çəkinin və bədəninizin sərhədlərini sınamayın. Balıqlar bürcü. Ola bilsin ki, yolda maneələr yaransın. Çox tez təslim olmamaq çox vacibdir. Bütün problemlərin və çətinliklərin öhdəsindən gəlmə şansınız var. Lakin bunun üçün əzmkarlıq və inam lazımdır. Bu gün başqaları ilə həmişəkindən daha tez-tez mübahisə etməli, öz nöqteyi nəzərini müdafiə etməli və başqalarının argumentlərini təksib etməli olacaqsınız. Bütün bunları mümkün qədər sakit və soyuqqanlı şəkildə etməyə çalışın. Təxribatlardan qaçın və keçici duyğulara tab gətirin. Dinc və mehriban xasiyyətiniz şəxsi münasibətlərinizdə problemlərdən qaçmağınıza kömək edəcək. Ətrafınızdakılar hər şeyi düzəltməyə çalışdığınızı görəcək və onlar da eyni şeyi etməyə çalışacaqlar. Mümkündür ki, birgə səylərlə siz uzun müddətli davam edən bəzi münaqişələrə son qoya biləcəksiniz. Nağd pul daxil olmaları, məsələn, köhnə borcların ödənilməsi və ya əvvəllər görülən işlərin ödənilməsi şəklində ola bilər. Bəzi balıqlar sərfəli sövdələşmələr edəcək və ehtiyacı olmayan şeyləri uğurla satacaqlar. Həftənin ikinci yarısında şəhərdən kənara çıxanlar dincəlmək imkanı qazanacaqlar.